Salam değerli izleyiciler, hamınızı hoş gördük. Necəsiniz? Allah bütün ilinizi uğurlu, xeyirli, ruzulu, bərəkətli eləsin inşallah. Bəli, növbə çatdı əkizlər bürcünə. Bilirsiniz ki, növbə ilə deyilir. Xahiş edirəm hamınız bu paylaşımları beğenin, takip edin, takip atın ve altından da öz illərinizi, aylarınızı, günlərinizi yazın. Çünkü bürclər qutarandan sonra iller hakkında məlumat vereceğim. Rica edirəm hamınıza 100 bin, 200 bin, 300 bin baxış olur. Heç 5 bin, 6 bin bəyənmə olmur. Göz hakkını halal eləmək lazımdır. Bu boyda əziyyət çəkirəm. Amma siz de hiç olmasa beğenin, altından kommentlərinizi yazın, paylaşın ve takip atın. Bunlar da jetonla pulla değil, rica ederim. Əkizlər bürcü altında doğulan insanlar 20 demiyorlar ki 22'si 05. aydan 21'i 06. ay kadar doğulanlar əkizlər bürcü altında doğulanlardır. Siz bilirsiniz ki əkizlər bürcü altında doğulanlar müxtəlif xarakterə malikdirlər. Çox adamlar deyir ki, əkizlər bürcü altında doğulanların ikili xarakterdirlər. Onların başı işləmir, ay belə olur, ay belə olur. Xeyr, əkizlər bürcü altında doğulan insanlar ikili xarakter deyil. Bəli, onlar da əkizdirlər. Ürəkləri bir deyil, sözləri bir deyil. Amma hamıdan nəsə soruşsalar da yenə də öz bildikləri ilə gedir. Əkizlər bürcü altında doğulan insanların əli, ayağı yüngül olur, ruzulu olur, bərəkətli olur. Bəli, əkizlər bürcü altında doğulan insanlar niyə görə xarakterli olur? Çünki əkizlər bürcü altında doğulan insanlar dünyalar qədər sevdiyi insana dəyər verir. Ona güvenir, ona inanır ve hemen insanlarda xəyanət görəndə əkizlər bürcü altında doğulan insanlar dönür dəliyə. Əkizlər bürcü altında doğulan xanımlar çox fədakar xanımlardır. Onlar sevdiklərin dəlicəsinə sevirlər və sevdiklərini itirmək istəmirlər. Onlar bilirlər ki, onların qarşısında olan insan onları aldadır. Amma bu aldanmağına baxmayaraq əkizlər bürcü altında doğulan xanımlar vurulduqlarına görə, sevdiklərinə görə o yalanı da keçir üstündən. Amma əkizlər bürcü altında olan xanımların heç bəxti talihi çox da gətirmir. Əzablı, əziyyətli günləri çox olur və əkizlər bürcü altında olan xanımlar həmişə öz göz yaşlarıyla səhər ayrılırlar, Allahla danışırlar və Allahdan imdad istəyirlər. Həftənin 5-ci günü, müqəddəs gün onlar ziyarətgaha, pirə, ondan sonra məscidlərə getsələr, onların arzu niyyətləri də uğurlu olar. Əkizlər bürcü altında doğulan bəylər ruzulu bəylərdir. Onlardan yaxşı ata olur, onlardan yaxşı qaynata olur, onlar evdar olurlar, ailə canlı olurlar və ailəyə baxan olurlar. Və əkizlər bürcü altında doğulan xanımlar da, bəylər də demiyorlar ki, heç kimə ziyan vurmur. Əkizlər bürcü altında doğulan xanımlara, bəylərə bircə söz deyirəm ki, depressiyaya düşməyin. Çünkü siz çok vaxt depressiyaya düşürsünüz, qapını örtürsünüz, heç kimlə danışmaq istəmirsiniz, hamıdan bezirsiniz. Elə bir ki, dünya qara gəlib, siz də bu bu dünyanın altında qalmısınız. Və onlar heç kimlə əlaqə saxlamırlar və birdən-birə özlərinə gəlirlər və yenə də dururlar, öz işləri ilə məşğul olurlar, amma ürəkləri, beyinləri əkizlərin heç vaxt yatmır. Əkizlərin qarğışına gəlməyin. Əkizlərin qarğışı da tutur, alqışı da tutur. Əkizlərin gözün yaşlı qoyan, əkizlərin ürəyinə bıçaq salan, əkizlərin ürəklərin qana döndürən insan ömür boyu əzab çəkir. Ona görə də əkizləri mələklər himayədarlıq edir. Ona görə də əkizlərin alqışı və qarğışı tutur. Əkizlərin göz yaşından qorxun, dəyərli izləyicilər. Və əkizlərə də sizə deyirəm ki, sizi gözü yaşlı qoyan, sizi gözü ağlar qoyan, sizin sevginizi yarımçıq qoyan sizin ürəyinizdir. Çünki siz ürəyinizə qulaq asırsınız, amma Allah sizə bəsirət gözü verib. 6-cı hisslər sizindir. Çünki yuxuda gördükləriniz həyatda olur. Siz əgər ağlınızla və hisslərinizlə hərəkət etsəniz, 2025-ci ili uğur əldə edəcəksiniz. İndi görək 2025-ci il İlan ilində əkizləri nələr gözləyir. Əkizlər bürcü altında doğulan insanlar demək olar ki, onlara xas şəkildə, yəni hərəkətləri dəyişkən, coşkun keçəcəyini vəd edir. Yəni əkizlər üçün bu il hərəkətli və coşkun keçəcək. Yaranacaq bəzi vəziyyətlər əkizlərin xarakterini və iradəsini yoxlamaq üçün fürsət olacaq. Əkizlər, çalışın bu fürsəti əlinizdən verməyin. Lakin əkizlər bütün bu dəyişiklikləri və gözlənilməz hadisələri təmkinlə qarşılanmalıdırlar. Maliyyə sahələrində ulduzlar may ayına diqqət yetirməyi məsləhət görür.
Əkizlərin məhz həmin dövrdə maddi dəyişikliklə bağlı əsl imkanlar gözləyir. Əkizlər, may ayında inşallah sizi ruzu, bərəkət sarıdan çoxlu dəyişikliklər gözləyir. Əkizlər üçün məhəbbət sahəsində ilin birinci yarısı belə olsa da ilin ikinci yarısından məhəbbət sahənizdə uğur əldə edəcəksiniz. Tənha əkizlər özlərinin ikinci yarılarını tapa bilərlər. Onların arasında gözəl münasibət yaranacaq. Keçmişlə bağlı qalmayın. Əkizlər, real olun. Çünki ilin ikinci yarısı əkizlər öz sevgilərini tapacaqlar. Əkizlərin ruzu bərəkətləri olur. Əkizlər ancaq sevgi dilənçisi olur. Onlar sevgidə bəxti gətirmir. Amma 2025-ci il əkizlər üçün ən uğurlu, düşərli ildir. May ayında da maliyyə cihazından sizə uğur əldə edəcəksiniz. Və bu il əkizlərin ağlar gözü güləcək, sınan qəlbi sevinəcək. Əkizlər, var olun, öpürəm sizi. Allah sizi qorusun. Heyf ki, çox danışa bilmirəm, amma təqib atın, ekranı bəyənin, paylaşın ki, mən yenə də bunu davam elətdirəcəm inşallah. Allaha əmanət olun, sağ olun, iliniz uğurlu, xeyirli, ruzulu, bərəkətli gəlsin. Sizə sevgi dolu günlər arzulayıram.